terkin kılmazam ney, tek kesilsem bendü ben. Nale terkin kılmazam ney, tek kesilsem bendü ben. Kıl medet ey bəxti yoxsa, kamidir mümkün değil. Öyle kim ol dilrüba, bir derdidir mən dərdimə. Öyle kim ol dilrüba, bir derdidir mən dərdimə. Dərdimə. Xalan sənə qurban. Nə olub belə qəmli-qəmli oxuyursan? Adam eşidəndə vallahi ürəyi yanır. Eğer ürəyin yanırsa, deməli sənin ruhun var ay xala. Nə dedin xala sənə qurban? Heç, deyirəm ay xala, bax bu dünya elə belə gəlib, belə də getsə, bəs bunun axırı necə olsun? Dünyaya nə olub xalan sənə qurban? Dünyaya heç nə olmayıb ay xala. Deyirəm bax varımız var, dövlətimiz var, amma sağıma soluma baxanda görürəm ki, yenə də nəsə çatmıraq. Çatışmayan bir şey varsa, gedəni göndər, bazardan alsın. Daha nəyin dərdini çəkirsən? Ay xalan sənə qurban. Ay xala, sən məni başa düşmədin. Mən səndən böyük işim barəsində söhbət eləyirəm. Sənsə məndən bazardan, dükandan danışırsan. Deyirəm bax, varımız var, dövlətimiz var, pulumuz var, hər bir şey var. Amma var dövlət sahibi gərək özgə bir şeyin də sahibi olsun axı. Halbuki varı dövləti olmayanların görürsən bir sürüsü var. Düzülüblər yan yana. Sən tacir adam, sürünü neyinirsən ay əskər? Ay xala, sən yenə də məni başa düşmədin.
Mən bilirəm ağam nə istəyir. De görüm. Ağa sən istəyirsən. Ağam istəyir. Elə bir qədər dəlliyi var. Əskər, xalan sənə qurban. Bir məni başa sal görüm. Axı sən nə istəyirsən? Ay xala, ağlınca mənim neçə yaşım var? Sənin. Bu Ramazan yox. Yox. Gələn Ramazan, gəlib keçəndən sonra sənin 28 yaşın tamam olacaq. Daha nəyin dərdin çəkirsən? Allaha şükür, sağ və salamat cavansan. Çox gözəl. İndi sənin bax bu sağ və salamat dediyin cavan neynəsin? Elə yeyib yatmaqla məşğul olsun bütün günü. Hay Əskər, bir məndən açıq danış görüm. Axı sən nə istəyirsən? Mən türkə saya bir arvadam. Ərəb dilini hardan bilirəm, ay xalan sənə qurban. Ay xala, bilirsən nə var? Mən evlənmək istəyirəm, evlənmək. Allaha çox şükür. Elə mən də bayaqdan bunu demək istəyirdim də. Belə çox da yaxşı eləyirsən. Bayaqdan bunu belə deyil. Biz də başa düşək də. Yoxsa başlamısan, ruh buradan gəldi. Sürü oradan getdi. Evlən xalan sənə qurban. Evlən, toy elə. Gün o gün olsun, belə toyundaca oynayım. Evlən, toy elə. Qoy dost sevinsin. Düşmən də belə yansın. İstəyirsən çadramı belə salın başıma. Gedim sənə qız axtarım. Rəhmətlik. Bacım deyirdi ki, Cahan, əskəri sənə tapşırıb gedirəm. Onu tək qoyma. Evləndir. Əşi, bəstirin görək. İndi ağlamaq vaxtı. Yox. Oyun söhbət açmışıq. Bir görək axırı necə olur? Bəri başdan nə üçün bəd gətirirsiniz axı? Evlən xalan sənə. Ay xala, evlən deyirsən. Amma elə bilirsən, evlənmək asan işdir. Evlənmək su içmək kimi asan bir şey. Ələl xüsusda sənin kimi bir oğlana. Allaha şükür, həmi malın, həmi pulun, həmi dövlətin, həmi də ki, cavansan, belə cavan. Vallah, padşahın da qızını istəsən, verərlər sənə. İstəyirsən, günü boyunca çadramı salın başıma, gedib sənə qız axtar. Ya da özün deyil, hansı bəyin ya tacirin qızını istəyirsən, gedim alım sənin üçün. Ay xala, mən hardan bilirəm ki, hansı bəyin və ya hansı tacirin qızı yaxşı qızdır. Mən ki onların heç birini görməmişəm, ay xala. Və mənim gözlərim kordur. Vallah gedərəm, gəzərəm, seçərəm, bəyənərəm, sənə bir qız alaram. Bir qız alaram ki, adam baxan, o gedər. Çadramı sallam başıma, üz gözümü bəzərəm. Çadramı sallam başıma, üz gözümü bəzərəm. Gedib sənə qız axtarım, hər tərəfi gəzərəm. Gedib sənə qız axtarım, hər tərəfi gəzərəm. Bəyin xanın ya tacirin, qızlarını düzərəm. Bəyin xanın ya tacirin, qızlarını düzərəm. Çəməndəki o güllərin ən gözəli düzərəm. Çəməndəki o güllərin ən gözəli düzərəm. Xalan sənə qurban olar, zəhmətinə dözərəm. Xalan sənə qurban olar, zəhmətinə dözərəm. Toyunda da sənin balan, bax beləcə süzərəm. Toyunda da sənin balan, bax beləcə süzərəm.
verməz. Mən gərək özüm əvvəl qızı görüm, ondan sonra xoşuma gəlsə alım, gəlməsə almayım. Sən kişi xeylağı, qızı nə saxlayırsan? Xalq qızını sənə göstərərmi? Bəs mətləb də elə burasındadır da. Bayaqdan bəri sənə demək istəyirəm ki, istəyirəm evlənəm, amma bilmirəm kimi alım. Çünki heç kəsi görməmişəm. Görmək də ki, mümkün deyil. Əgər bacarsan, mənə elə bir yol göstər ki, qızı görüm, sonra alım. Mən sənə nə yol göstərim? Ay xalan sənə qurban olsun. Ay xala, görünür heç bir yol yoxdur ki, elə mən də evlənə bilmirəm də. Cahan xala, keyfin yaxşıdır mı? Görürsən ay Süleyman? Gəlir, sən necəsən? Nədir sənin dərdin, günah zardır? Nədir sənin dərdin, günah zardır? Nədir sənin pekin, belə tarmardır? Nədir sənin pekin, belə tarmardır? Belə dərdi bir də var. Bu dünyada yoxdur, belə dərdi bir də var. Dəvasını al görgən, belə görgünən səpar. Dəvasını al dərdi, belə görgünən səpar. Eşitməmisənmi, belə bir məsəl də var. Eşitməmisənmi, belə bir məsəl də var. Nə arzu varsa, belə axtaran tapar. Nə arzu varsa, belə axtaran tapar. Xala, nə olub belə qara dinməz durubsan? Yoxsa dünyanın bütün dərdi sənə qalıbdır? Ay Süleyman, yaxşı oldu ki, sən gəldin. Axı deyirlər, sən çox ağıllı adamsan. Deməli, sən inanmırsan ki, mən ağıllıyam? İnanıram. Amma məsləhət verə bilsən, lap yaxşı inanaram. Buyur görək. Yaxşı. Bir söylə görüm nə oldu. Nə olacaq? Ay Süleyman, deyirəm bax bu dünya elə belə gəlib, belə də getsə... Dayan, bildim nə istəyirsən. Nə istəyirəm? Əlbəttə, arvad almaq istəyirsən. Nə bildin? Bunu bilməyənə var ki, belədir, belə deyil, ay xalan. Belədir xalan sənə qurban. Belədir, belə deyil, bəli. Bəy, əlbəttə belədir. İndi gördüm ki, ağıllıyam. Hələ bir məsələ də var. Hər gah ona da çarə tapsan, onda deyərəm, başdan ayağa qədər ağıllısan. Bir söylə qulaq asaq. Ay Süleyman, mən bu fikirdəyəm ki, qız almaq, mal almaq kimi bir şeydir. Bu malın pisi yaxşısı olar ki... Bildim nə istəyirsən. De görüm. Sən istəyirsən əvvəlcə qızı görüb, bəyənib, sonra alasan. Doğrudur. Balam, necə bildin sən? Bunu bilməyənə var ki, sifətindən məlum eləyir də. Belədir, belə deyil, ay xalan. Elə də Süleyman, elədir. Belədir, belə deyil, bəli. Bəy, əlbəttə belədir. İndi gördük bir şey, ağıllıyam. Biraz qalıb, biraz. Hər gah ona da çarə tapsan, onda imanın kamil olar. Yaxşı, buyur söylə görək. Yaxşı, ağıllı oğlan. İndi sən mənə de görüm. Mən qızı harda görüm və nə sayaq eləyək ki, bir balaca bələd olum. Hə də. Hə də. Doğrudan. Dayan! Ondan asanla var ki, Nə danışırsın? paltarını dəyiş, köhnəsini giy, ol arşı mal satan. Sonra qoltuğuna bir top çiğit, əlinə də bir arşın al. Ondan sonra qış qapı gəz, arşın mal satan. Bu vədə gördüyün, bəyəndiyin qızlardan birisini seç, sonra bu lələşiyi göndər, gedib elçili gelin, vəssalam. Gözəl fikirdir valla. Vallahi, lap yaxşı fikirdir. Ayrı əlaç yoxdur. İndi gördüm ki ya, başdan ayağa qədər ağıllıyam. Ağıllısan qardaş, ağıllısan. Heç bir şək şübhəm yoxdur. Sənin dediyin kimi eləyəcəm. Ay Süleyman, ay Süleyman. Gör necə tapdı, ay Süleyman. Ay Süleyman, sən ki belə ağıllı adamsan. Və sən niyə indiyə kimi
özünü qocaldıb evlənmirsən? Hə, mən də evlənirəm xala. O fikirdən mənim də başımda var. Amma əvvəlcə gərək əsgər evləndirəm. Görür o çox tələsir. Ay cavanlı, cavanlı. Yaxşı xala. Bəs sənin fikrin nədir? Nə olacaq xalan, sənə qurban? Yox xala, bəsdir bu qədər dul qaldı. Qoy səni də bir Allah bəndəsinə verək, canımıza dua eləsin. Heç mənim ərə gedən vaxtımdır. Necə? Çox balacasan, əlbəttə. Lap vaxtında hələ biraz da ötüb. Sən məni lap utandırırsan, ay Süleyman. Bəli, sən də hazır. Ay, yox ha! Əskər, nə olub? Fikrə getmirsən. Ay Süleyman, valla sabahdan sənin dediyin kimi arşınmalçı olacağım, qutarsın geçsin bu iş. Çox əcəb eləyəcəksən. Qoy Allah tezliklə səni də muradına çatdırsın, bizi də. Öyrəm bu kələyi gedər madal testo elə. Öyrəm bu kələyi gedər madal testo elə. İlkin düşməyəcək boyla kələyi bir də hələ. İlkin düşməyəcək boyla kələyi bir də hələ. Anla bax, unutma sən bizləri sən. Görəndə qaşı qara, gözü qara qızları sən. Anla bax, unutma sən bizləri sən. Görəndə qaşı qara, gözü qara qızları sən. Bizədən sən vur kələk, bəlkə biz də gün görək, bir gün görək. Düş bazar şəhərə, satar şimal əskər ağa. Düş bazar şəhərə, satar şimal əskər ağa. Axtar, bax qızı tap, tez arabada əskər ağa. Axtar, bax qızı tap, tez arabada əskər ağa. Dəliyə tapdı nə laş, tapdı nə laş, tapdı nə laş. Dəliyə mən ölüm yolaş, tez bir yolaş, tez bir yolaş. Dəliyə tapdı nə laş, tapdı nə laş, tapdı nə laş. Bizə də sən biri yolaş, sən biri yolaş, sən biri yolaş. Bəli. Səni istəyirlər. Hanı? Gör nə deyir?
Sağ ol abi, sağ ol, çok sağ ol. Oh! Güzel. Ha güzel. Sana yaraşan malımız yoktu. Necə, evimə nə çatanda mallar tutarır. Yaxşı bacım, o boğçanı aç görüm nə var orada. Ay yok bilirsen, ben ne bileyim ki bugün karşımıza sen çıkacaksın. Ona göre de bu mallar sana yaraşmaz. Yaxşı bacım, boğçanı aç görüm. Yok yok, gelen defa getir. Boğçanı aç Yok, görüm. gelen de. Yaxşı bacım. Gelen defa getir. Boğçanı aç. Gelin valla gelin. Həmşəhələrin məni görən kimi eşinə belə olurlar. Həmişə məni qəm basıb, qüssə eləyirəm. Yine bizim ömrümüz baştan ayağa qəm qüssə deyilmi? Vallahi doğru deyirsən. Ay xanımlar, nə olur ki, bir qəm qüssə edirsiniz? Allah qoysa bu gün sabah ağam sizi ərə verər, gedib ev yiyəsə oğul uşaq sahib olarsınız. Onda heç qəminiz də olmaz. O cürə ki bizə ərə verirlər. Heç verməsələr yaxşıdır. Boy, bu nə sözdü danışırsan ay xanım? Doğru deyirəm. O cürə ərə getmək mənim xoşuma gəlmir.
Heç bilmirsən səni kimə verirlər. Getdiyin adam kim olacaq? Cavandır, qocadır, keçərdir, adam döyəndir. Pəs Aygül Çöhrə, onda da ki ərə getməyib, evdə qalıb un çuvalını ta alacaqsan. Allah eləməsin. Oy. Mən deyirəm, məyər evdə qalıb un çuvalına tayılasan. Mən onu demək istəyirəm. Adam əvvəlcə baxar, görə kimə gedəcək. Baxa, bəyənə, tər-törünə bələd olar, sonra ərə gedər. Elə söz danışırsan ki, pişmiş toyğun gülməyə gəlir. Sən bu dörd divarın arasında kimi görə bilərsən, hələ baxıb bəyinə səndə. Elə isə, evdə qız qalmaq yaxşıdır. Əşi, ki ağam sizi ərə versin. Mən qaçıb gedib nişanınızı görərəm, baxaram, bəyənərəm. Sonra gəlib hamısını sizə danışaram. Yaxşı Aytelli, görünür bizim adaxlımızı bir sən görsən bəsdir. Daha bizim görməyimiz lazım deyil. Təki bizi ərə versinlər. Yerdə qalanlar hasandır. Deyirəm, Ayr xanım, əvvəl mən görərəm, sonra siz görərsiniz da. Yox, mənciyəz görüb bəyənməyincə ərə getməyəcək. Amma siz elə görməmişdən də ərə gedərsiniz. Vallah xanım, elə görməmişdən ərə getmək yaxşıdır da. Yoxsa əvvəl görəndə sonra heç yaxşı olmur. Amma görməyəndə ürəyin tələsir ki, tez görəsən. Səni yaxşıca geyindirirlər, bəziyirlər. Sonra da faytona mindirib Allah-Allahla aparırlar. Hələdirsə, ayağının atda, qurbanda kəsirlər. Sən aparıb, gərdəyin dalında oturdurlar. Nananay, 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 nananay. Nananay, 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 nananay. Nananay, 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 nananay. Nananay, nananay. Sən ürək başlayır döyünməyə. Dup. Oğlan indi gələr, bu saat gələr. Bir də görürsən ki, qapı açıldı. Gözəl bir oğlan otağa daxil oldu. Ay qız Telli! Vay, Allah beləsin. Ay qız Telli! Ay qız, min dəfə sənə demişəm ki, mən yatanda gəl sumu bassın. Dünən üstü açıq yatmışam, böğrümə soyuq deyimdir. Örtəcəkdim ayağı, vallahi örtəcəkdim. Ay ata, bizə desəydin, örtərdik, bilmədik. Biləydiniz də, yaxşı, keçin evə, mən də düşən mazana deyim qayılıram. Keçin. Get də. Ay sona, yazıq sona, şah sən sağ olaydın. Bu günü görməyib, o gün gelmişəm, doktor müzeysenin yanına. Deyirəm, oram ağrıyır, buram ağrıyır. Mənə deyir ki, gərək evlənəsən. Evlənmə, orada çətin bir iş yoxdur. Amma bu saat mənə zurna balabanla evlənmək yaraşmaz. Mənim odur ki, bir nəfər molla, 3 manat pul, bir kəllə qənd. Bəs salam, şüt tamam. Ondan sonra axşamlar arvad bığıma həna qoyar. Səhərlər də uyar, onda da heç yanım ağlamaz. Neydi? Ay sona, yazıq sona. Mən elədim, ay sona. Gedin görün düşən vaxtsı, düşən bazarda ne var ne yok. Ne var ne yok, gələm, gələm. Gəl Allah'ım abi, gəl Allah'ım.
görüm gözəl xanımlar nə istəyirsiniz? Çit, mit, ipək, məxmər, bafta, tafta, hər şey var. Gəlin, gəlin, gəlin götürün. Çit, mit, ipək, məxmər, hafta, tafta, hər şey var, hər şey. Gəlin, gəlin götürün, gəlin. Aç görək, xoşunuza gələn nə var? Batmış nə gerçək oğlandır. Aç görək bir nəyin var? Bu saat xanım, bu saat. Xala, Ayxan, bu tumanlıq nə yaxşıdır? Niyə lazım olan şeydir? Sənə lazım olmaz, amma telliyə lazım olar. Doğru buyurursan xanım. Nə qədər kəsin? Arşını neçədəndir? Heç nə, 12 qəpikdən. Sizə lap 10 qəpikdən verərəm. Bu cürə çitin arşınını biz həmişə 8 qəpikdən alırıq. Elə versən 10 arşın kəs. Sizə qurban olsun xanım, buydu. 3, 6, 8, 24, 12, 46, 38, 82. 10 arşın bəsdir. Xanım, burada cəmsi elə 10 arşındır, buyur. Bizə Buyur, yaraşan hamısını. heç bir şey yoxdur. Sizə yaraşan parçam çoxdur xanım, amma təəssüf ki, bugün evdə qalıb. Gələn səfər gətirərəm, inşallah gətirərəm. Sağ ol xanım, sənin əlinin bərəkəti mənə bəsdir. Nə bildin ki, əlim bərəkətlidir. Vallah, ürəyimə damdı deyə dedim. Xanım, bura kimin evidir belə qəşəng? Sultan bəy, Bəs Sultan bəyin qızı hansınızdır? Bu özüdür. Allah sənə ömür versin xanım. Gülçöhrə, gəl gedək evə. Yoxsa əlim gəlir, acımı tutar, gəl. Sağ ol xanım. sən də sağ ol. Doğrusu, bundan gözəl qız görmədim. İndi görəsən qız bilsə ki, mən arşınmalçıyam, mənə gələrmi? Qızı bilmirəm, amma atası o Sultan bəy. Bilsə ki, mən arşınmalçıyam, 100 illə qalsa qızını ver. Aha, deyəsən gələn var. Vay, vay, vay. Asi demişkən, Arşın Malçın sir-sifəti yaxşı idi. İndi Asiyə desən, gəl səni ona ərə verək, bir həşir qatar ki, deyər, mən Arşın Malçı tayıyam. Amma, valla, atam razı olsa, mən ona ərə gedərəm. Çünki nə sayaq olsa, üzünü görmüşəm. Bilirəm ki, kör deyil, şil deyil, keçəl deyil. Sifəti də xoşuma gəldi. Üzü nəcib adamına üzünə oxşuyurdu. Mənə deyir, yəqin əlim bərəkətlidir. Özü də elə baxırdı ki, güya tək məni görürdü.
mən nə danışıram? Bəlkə onun arvadı, uşağı var. Qorxma xanım, qorxma. Mən arşımı hardasa buralarda itirib getmişəm. Bayaqdan bəri onu axtarıram. Olsa burada qalardı. Zərər yoxdur xanım. Evdə ayrı arşınım var. Bir dəqiqə xanım, bircə dəqiqə. Xanım, deyirəm Allahın altında Sultan bəyin sənin kimi 12 dənə qızı olaydı. Yəni, nə demək istəyirsən? Onu demək istəyirəm ki, bax bir qızı xana, birin bəyə, birin molluya, birin seyidə, birin tacirə verib, axırda da bax birini, bircəciyini mənə verəydi. Amma yox, verməz, əlbəttə verməz. Çünki o bəy adamdır, mənsə arşın malçı. Görünür ki, sən subaysan. Xalis subayam, Allahın bərəkətindən də işim çox yaxşı gedir. Bəs niyə indiyənə qədər evlənməyibsən? Necə evlənim, ay xanım, necə evlənim? Görmədiyim qızı almaram. Gördüklərimdən də xoşuma gələn bir nəfərdir. Onu da mənə verməzlər. Bəs qız özü sənə gəlməzmi? Yəqin ki, gəlməz. Axı o, bəy qızıdır. Sən əvvəlcə qızdan soruş. Nə bilirsən gəlməz? Doğru deyirsən, xanım. Elə isə də görüm. Mənə gələrsən. Kim? Mən? Bəli, sən. Mənim xoşladığım qız. Bircə sənsən. Gözüm səni görən kimi qəlbim sevindiyindən tir-tir titrəməyə başladı. Vallahi, elə mən də elə oldum. Öyrənib pürfənd oldum, görən ərişxənd oldum. Öyrənib pürfənd oldum, görən ərişxənd oldum. Hər bir dərdə mən doldum, səni gördüm bənd oldum. Hər bir dərdə mən doldum, səni gördüm bənd oldum. Elə bənd oldum, elə bənd oldum, elə bənd oldum dilbər. Dura bilməm yar sənsiz. Elə bənd oldum, elə bənd oldum, elə bənd oldum dilbər. Dura bilməm yar sənsiz.
Doğru deyiblər xanım. Qəlb qəlbi istər. Mənə xanım demə. Adım Gülçöhrədir. Gülçöhrə? Gülçöhrə. Gülçöhrə. Yaxşı, bəs nə sayaq eləyək ki, atan səni mənə versin? Məni atamdan istə. Verər, verər. Verməz, mən başqasına ərə getmərəm. Birdən səni gücünlə ərə versələr, Güclə getmərəm. zorla qaçırsalar, Özümü öldürərəm. Allah eləməsin. Gülçöhrə, onda mən bir yaxşı fikirləşim, bəlkə bir əlac taparam. İndi sən gedivə, bizi bir yerdə görərlər, yaxşı düşməz. Amma onu bil ki, sözümüz sözdür. Xudafiz. Salamatdır.
görünürsən. Vallah, heç özüm də bilmirəm. Yəqin naxoşlamışam. Axı naxoş olanın bir yeri ağrıyar. Səninki heç bir yerin ağrımır. Ay Asiyə, nə üçün soruşursan? Sən Allah məni tək burax. Yox Gülçöhrə, yəqin burada bir hikmət var. Ay qız, yoxsa bir adama bənd olubsan, hə? Kimə bənd olacam? Bizə arşın malçıdan başqa bir kəs gəlməmişdi. Yoxsa o birey bənd olubsan? Qədəni üçün olsun. Bildim. Arşın malçıya gözün düşübdür. Ay qız, heç sənə yaraşan işdir. Sən bəy qızı, bəy balası, bir bazarın girəsinə bənd olubsan. Nədir, bir qədər sir-sifəti var. Vallah, istər lap çıraq kimi yansın. Heç bir bilədə məhəl qoymaram. O hara, mən hara? Vallah, heç özüm də bilmirəm. Bu nə haldır mən düşdüm. Elə şeyləri başından çıxar. Bax da, mən də sənin kimi bir qızam. Amma heç bir adama bənd oluram mı? Bil də, əgər atan bilsə, səni tikə-tikə doğrayar. Qoy atam bilsin, bir kərrəri öldürsün, canım qutarsın. Bax, axmaqlama. Gəl gedək evə. Gör sənə nələr söyləyəcəm. Gəl. Gəl. Ay xala, həmin qız bax bu evdə yaşayır. Nə gözəl saray. Görürsən, hə. Apararsan bu parçanı, verərsən ona. Deyərsən ki, arşın malçı göndərib. Dayan. Soruşub eləyən olsa, denən arşın malçının xalasıyam, vəssalam, daha heç nə demə. Çünki işləri körləyə bilərsən. Get, yavaş get, yıxılarsan. Amma getdikcə qıza daha da bənd oluram. Günü bugün Süleymanı göndərəcəm ki, gəlsin, elçilik eləsin. Bu ev, bu həyət, bu küçə, hamısı üzümə gülür. Axtarıb tapdım səni, sən də mi sevdin yar məni? Gör nə haldır görmür gözüm, şadlığımdan dünyanı. Gör nə haldır görmür gözüm, şadlığımdan dünyanı. Gəl maralım, gəl ceyranım, gəl maralım, gəl ceyranım, gəl. Səni sevdim yar, səni sevdim, gözüm görməz özgəni. 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 Aman olsun Süleyman, sən nə kələk bassan şeytan. Öyrədib məni yola saldın, mənə rast gəldi yarıcan. Öyrədib məni yola saldın, mənə rast gəldi yarıcan. Gəl maralım, gəl ceyranım, gəl maralım, gəl ceyranım, gəl. Səni sevdim yar, səni sevdim, gözüm görməz özgəni. Səni sevdim yar, səni sevdim, gözüm görməz özgəni. Səni sevdim yar, səni sevdim, gözüm görməz özgəni. Səni sevdim yar, səni sevdim, dura bilmərəm. Bazarda da tam mən deyənim deyir. Bilməkərmullah, 3 manat pul, bir kəllə qənd, vəssalam, şürt tamam. İndi o arvadı mən hardan tapam? Hardan arvad
çıksın benim bir vahıma. Gel be gel, ayarma. Ha, Bismillahirrahmanirrahim. Diyesem, bugün benimki getirir, arvah tozu diyesem bizden içti. Bacı, de görün kimsen ve bizim evde ne gayrırsan. Arşın malı getirmiştim, kızlara gösterim. Arvad olmağına arvattı. Bacı, birden çarşava bürünmüş şık heyran olmayasan. Oy, ne danışırsan ay kardeş? Onda bir balaca üzümü göster, yaginlik hasıl olsun. He, Biraz da, he. biraz da. He, gördün ki arvada. Arvasızca halis mən istəyəndən. Yaxşı, de görün kimsən ve kimin adamısan. Arşın malçının halasıyam. Özüm de kızlara, gelinlere mal satırım. Estağfurullah, soruşuram ki kimin adamısan. Dəllal Kərbəlayi Nəsirin külfətiyəm. Bəlkə tanıyarsan. Hey, mənim dəllal məndən işin olmaz. Deməli, ərin dəllallıq edir, özün də qapı düşüb arşın malı satırsan. Kişim dəllallıq eləyərdi. Eləyərdi. Bəs indi nə deyir? İndi Allah bilir neynir. Rəhmətli 12 ildir ki, ölüb. Ay! Allah ona rəhmət eləsin. Qəbrin nurla dolsun. Amma məsələ bundadır ki, mən belə şeylərdir, arvad tərəfdən məhrum olmuşam. Adam baxır, daşa, divara, bilmir neynəsin. Belə fürsəti əldən bıraxmaq olmaz. Bacı, hara gedirsən? Tələsirəm, işim var. Əşim bundan vacib iş. Gəl bir oturaq, bir söhbət edək, görək başımıza nə gəlir. Ya Allah, Daha deyirsən də. ya Allah, ya Allah. Deməli deyirsən ki, dul sənə. Bəli, dulam. Ah, məsələ ondadır ki, elə mən də dulam. Nə olar Allahın əmridir. Tək sənin başında görünmür ki. Yaxşı, bəs onda biz neyniyək? Neyniyək? Demirsən dulsan, mən də duram. Gəl onda ikimiz bir iş görək. Nə iş görək? Əşşi, sən nədir bilməzsən, onda qulaq! Bir avt aldım, hər yana çatdım, gəl alım, maralım, dili bilməz. Axır gəlib səni tapdım, gəl alım, maralım, dili bilməz. Aman aman hey, qaşı kaman hey, gəl alım, maralım, dili bilməz. Aman aman hey, qaşı kaman hey, gəl alım, maralım, dili bilməz. Maşallah, əmələkəllah. Bir ev tikdim, daş üstədir daşımız, gəl alım, maralım. Hər nə desən baş üstədir, gəl alım, maralım, dili bilməz. Aman aman ey, qaşı kaman ey, gəl alım, maralım, dili bilməz. Aman aman ey, qaşı kaman ey, gəl alım, maralım, dili bilməz. Maşallah, maşallah.
mənə bənd ol gəlalım, maralım, dili bilməz. Hər nə deysəm sən razı yox, gəlalım, maralım, dili bilməz. Aman aman ey, yaxşı aman ey, gəlalım, maralım, dili bilməz. Aman aman ey, yaşlı aman ey, gəlalım, maralım, dili bilməz. Maşallah. Ağabey, Haberim. bu nədir ağabey? Günün gün orta çağı özgənin arvadına eşqinamə oxuyursan. Əvvələcəm, sən kimsən və burada nə edirsən? İnan ki, heç mən bura gəlməzdim, əgər mənim xalam burada olmasaydı. Bu sənin xalandır. Bəli, xalamdır. Ay, belə xoş gəlmişsən. Səfa getirmişsən. Gəl əyləş görmək ki, gəl görün, əyləş. Səndə heç insafi, mürüvvət yoxdur. Nə olur? Neçə ildir bu arvadı qoymuşsan, ərsiz. Neyniyim ağabey? Bir yaxşı adama rast gələ bilmirəm də. Bura yaxşı adam mən, gəl qohum olaq da. Doğru sözündür, ya zarafat eləyirsən. Tayın kimsə sənlə zarafat edeyim, ya çayxanada çay içmişəm. Doğru sözümdür. Yaxşı ağabey, tutaq ki, mən xalamı verdim sənə. Xalım mənim, keç içəri gəl. Bəs sən əvəzində mənə nə verəcəksən? Əvəzində olacaq ki, mənim kimi bəylə qohum olacaqsan. Mənim kimi xalanın da canı rahat olacaq. Yox ağabey, bu sayaq mənə sərf eləmir. Bəs sənə nə sayaq sərf edir? Ağabey, Bəli. əgər məndən qohum olmaq fikrin doğrudan da varsa, gəl onda iki başlı qohum olaq, qutarsın getsin. Olaq iki başlı, o nətər olaq iki başlı? Bu belə olur ki, Bəli. mən xalamı verirəm O sənə, mənim də o heç. sən də qızı verirsən mənə, sardı getdi. Əla! Əla! Mürtəd oğlu mürtəd, mən beylərlə oturmuram ki, bığım yala batar, bu gəlib məndən qız istəyir. Hala çıx, doğruya, çıx da sən hala çıxsın. Çıx, rəddor gözümün qafamdan. Buna bax, mürtəd oğlu mürtəd, doğruyam. Qal. Nə deyirsən? Mən də gedim. Gedi. Allah Allah. Bu mürtəd oğlu mürtəd. Harda gəlib çıxdı? Uyum mən ki, gətirmir ki, gətirmir. Nə pis oldu halım mənim, gəlalım, maralım, dilim. Ay qız gəldi, tutun el gəl, gəldi. Uzanmağa, şılap zəhləmi töküb al. Bu saat çağıracaq ki, ay qız telli, gəl üstümü bastır. Ay qız telli, gəl bastır. Zəhirmar telli, biri çox telli. Gəlirəm ağa, gəlirəm. Görünür ki, qız gedək ürəkdən bənd olubdur. Ağlayır, gözdən yaşını dolu kimi tökür. Hardan gəlişdi bu arşın malçı? Hələ yenə bir bəy balası olar, ya bir tacir oğlanı olar. Yeri var, halbuki bazarın gedəsi. O kimdir bizə gələn? Sultan bəy evdədirmi? Bəli, evdədir. Bir qədər burada əyləşib gedim çağırım. Yəqin Sultan bəyin qızıdır. Amma əcəb gözəl qızdır.
Bərəkəllə əskər. Görünür kişinin ruhu var ki, özünə belə qız seçib. Mən əgər əvvəldən bilseydim Sultan bəyin qızı belə gözəliymiş, özüm üçün istərdim. Halbuki indi gəlmişəm onu əskər üçün istəyim. Bəlkə də gəlmişəm qızı özüm üçün istəyim. Yox, bu dostluqda namərdlik olar. Əskər mənə etibar edib elçiliyə göndərib. Özü də qıza möhkəm bəddir. Mən onun qəlbini necə qıra bilərəm? Lənət şeytana. Mən də axtarıb özümə başqa bir qız alaram. Kişi gərək dostluğunda düz ola. Halı bəs. Vay, salam aleyküm. Vay, salam aleyküm Süleyman bəy, salam. Keçək içəri. Yox, elə burada pis dönür. Ya Allah. Nə var, nə yox? Vay, nə olacaq? Allaha şükür, hər şey öz yerində sazdır. Hər şey öz yerində sazısa, deməli yaxşıdır. Daha nə var, nə yox? Vay, belədir də, bu dünyanın işi belə gəlibdir ki, adam adama gərək olur. Bəli. İnsan insana lazım olur. Bəli. Görürsən ki, bir adamı əvvəl heç tanımırsan. Bəli. Birazdan tanış olursan. Ondan sonra lap qohum da olursan. Bəli. Amma burası var ki, gərək qohum olanda elə adamla olasan ki, sənə yaraşan ola. Bəli. Adlı, sanlı, varlı, dövlətli. Məsələn, uzağa niyə gedək? Götürək elə bizim cavan tacir əskəri. O kimdir elə? Bəy, sən onun özünü tanımazsın. Amma atasını çox yaxşı tanıyardım. Kim idi? Deyirəm, mərhum Bəzzaz Hacı Mirsə bir gözəl kişilərin birisi idi. İndi əskər dediyim onun oğludur. O da atası kimi hər barədə çox varlı, dövlətli, ağıllı, kamallı, ən başlıcası alveri çox böyük tərəqqidədir. Süleyman bəy, özün bilirsən ki, mənim əvvəldən doktordur, moxturdur, uçuturdur, buçuturdur. Belə adamlarla alverim olmayıb. Amma tacir olsa, tacirsə başqa məsələ. Amma bir həqiqət də var. Görürsən, yaxşı kişinin oğlu elə bəzzat çıxır ki, gəl görəsən. Bəli, tacir, əskər, elə oğlanlardan deyil. Ya, amma onu da bil ki, elə oğlanla sənin qohumluğun hər barədə sərf elər. yaxşı, nə istəyir bu tacir əskər? Səninlə qohum olmaq istəyir, bəy. Süleyman bəy, mənim qızım hələ uşaqdır. Bəy, gərək ki, uşaq olmasın. Amma onu da bil ki, tacir əskər, sənin tanıdığın oğlanlardan deyil. Onunla qohumluğun, yenə deyirəm, hər barədə sərf elər. Yaxşı, yenə deyirəm, hərdən elə kişinin oğlu bəzzat çıxır ki, gəl görəsən, inanma olmur. Xətrimə dərsən, bəy, hərgah Allah eləməmiş. Əskər pis oğlan olsaydı, mən sənin kimi hörmətli bəyin qapısına gəlib qızını ona istərdim. Mən deyirəm axı, Sultan bəy, bəni ərboz qaytarmadı. Bəy, mən gedim. Yox, bir şirin çay keçəcəm. Deyirəm axı, Sultan bəy, bəni ərboz qaytarmadı. Vallah, ömrümdə belə gözəl oğlan görməmişəm. Mən də bu oğlana bənd olacağım. Doğrudan deyirləri, adamın adama gözü düşəndə əhvalı necə də pərişan olur. Gözəlim yar gözəlim, bir sözüm var gözəlim, bu yazığı yarına hərdən nəzər sal gözəlim, bu yazığı yarına hərdən nəzər sal gözəlim. Aşık oldum sənəmə, etmədim lütfü kərəm, bu yazığı yarına hərdən bir nəzər sal gözəlim, bu yazığı yarına hərdən bir nəzər sal gözəlim. Yanarım eşq yadını, getmədim fəryadını, bu yazığı yarına hərdən bir nəzər sal gözəlim, bu yazığı yarına hərdən bir nəzər sal gözəlim. Gözəlim yar gözəlim, bir sözüm var gözəlim, bu yazığı yarına hərdən bir nəzər sal gözəlim, bu yazığı yarına hərdən bir nəzər sal gözəlim. Yaxşı ki, qonaq gəldi. Mən ağamın əlindən tutardı. Yoxsa
Oramı ört, buramı ört. Oramı bastır, buramı bastır. Lap əldən düşdüm ha. Ömrümdə belə şor göz kişi görməmişəm. Nə olaydı? Bir Allah bəndəsi olaydı. Məni calıydı. Ya hamı tutarıydı bunun əlindən. Amma hani elə bir Allah bəndəsi? Şimdi. Sen o yanda, yar bu yanda. Ceyran pek oyunun buradan. Bakışın canlar alır. Beni gömekte de salır. Bakışın canlar alır. Beni gömekte de salır. Sen o yandan, yar bu yandan. Herden acı bakandan. Gözüm o gözlerde kalır. Beni gömekte de salır. Gözüm o gözlerde kalır. Beni gömekte de salır. Ben öyle bilirdim, mənə yar olacaqsan. Aləmdə mənə yar vəfadar olacaq sana. Mən öyle hayal etmişdim. Ey gülena, sərməstə olan qəmlərə qəmxar olacaqsan. Yar aləman olacaq sana. Yoksa Allah hükmendesini getirdi. Salam aleyküm. Sultan Bey'in evi buradır. He, burada. Sonra Sizde bir nefer konak var mı? tutaq ki var. Sənə nə? Bu day acığın niye tutuyor? Acığım ne tutur? Bura bax. He, De görüm sən kimsən? ben kilimci. Kilimci ne de? Kilimci de. Hele bir evvelce de görün bak sen kimsenin sen. Mən? He. Bax, bu evin qulluqçusu. Ben de o evin nökeri. Hasün. O ev. Hasün. Böyle bak. O evi ne bu? Gədilə bir dəli oldu. Deli ne olmuşum benim maralım. Bura bax, mən səndən ötürü maralzaq deyiləm ha. Böyle menden ötürü maralsan. Bak bu canımda sana peşkeş. Koy hanımı be yaparım, tezliğine toylesin. Koy hanımı be yaparım, tezliğine toylesin. Seni de cemen alaram, men de bir bey olaram. Seni de cemen alaram, men de bir bey olaram. Var. Var ya var. Bura gələrəm. Bilirəm
Var var. Var gələrəm, Bilirəm gələrsən. belə bir yarımsan. Ah, beni ceyranımsan. Koy hanımı be yaparım, tezliğine toylasın. Koy hanımı be yaparım, tezliğine toylasın. Seni de cebden alaram, mən də bir bey olaram. Seni de cebden alaram, mən də bir bey olaram. Var var, var var. Var gələrəm, Bilirəm gələrsən. belə bir yarımsan. Ah, beni ceyranımsan. Belə səni istəyirəm, səni. Əcəb şeymişdim ha. Gözümün işığı. Yer ged o sizdəki qonağa deyilən eşiyə çıxsın, sözüm var. Yeri maralım, yeri. Yeri ceyranım, yeri. Yeri gözəlim, yeri. Can Aycan, bu ayağım o kızı alsın, mən də elə bunu alaram. İkimizin də toyu bir gündə olar. Allah mübarək eləsin, hər ikisi xoşbəxt olsun. Bəli, Allah şəfa versin. bəli. Doğru buyursan bəy. Nə doğrudur, ged ağıya de ki. Can Aycan, ağamın işi düzəldi. Muşkulu. Allah mübarək et, hər ikisi xoşbəxt olsun. Xudafiz. Sağ olun. Sağ ol Süleyman bəy. Ay sona. Gərək sən sağ olaydın. Bu günləri görəydin. Ay sona. Hay. Vaxsək. Geldi. Buradayım ağa. Tutum Gel bastı. Yaxşı. Değirdim sevgilim
Hardan gəlib çıxdı mənim gənclərimə. Oy mənim bəxtim getirir. Soruşsaydılar, diyecekdim ki bir dolar vakti. Getirmişəm kömək edirəm. Neyse. Allah bayisi nebin yıksın. Ay kız Tenli. Bəli ana. Kızları bura çağır. Baş. Ya Allah. Əyləş kızım. Biliyorum necəsən? Naxoşsaq döyürsən ki. Xeyr ata, yaxşıyam. Tək yaxşı olasan kızım. Məsələ belədir. Səni ərə verirəm. Heyf, oğlan əlindən çıxdı. Ay ata, mənim nə vaxtımdır ki ərə gedim? Elə əsr vaxtındır. Ərə verirəm. Elçilərə də söz vermişəm. Allaha şükür, gələn oğlan elçiymiş. Kızım, Ata, bəli. acığın tutmasın. Mən ərə gedən deyiləm. Xeyr. Çox. Həmçə biləmə. Bildin? Əlbəttə Gülşöhrə, atan sənə nə deyir, sən ona qulaq as. İndi ki səni ərə verirlər, sənin borcun getməkdir. Ay bərəkallah, qızım sənə bir oğlana verirəm ki, varlı, dövlətli, gözəl, göyçək. Qoy atam məni öldürsün, amma ərə verməsin. Ay qız, elə bir oğlandır ki, onu çıraqla axtarsın, tapa bilməzsən. Varlı, dövlətli, gözəl, göyçək, pul. Sən o adama Asyanı ver. Qoy mən evdə qız qalım. Ay qız, sən mənə örgəlmə. Ha bax, Asyanın siyərlər tellini verərəm. Asyanın siyərlər Asyanı verirəm. Sən mənim yeganə balamsan. Axı hansı ata qızının pisliğini istəyər. Elə bir oğlandır ki, gözəl, göyçək, xoşbəxt olacaqsın. Mən ərə getmək istəmirəm. Başa düşmürəm. Eləmək sənin qulaqlarından divara mıxlayım. Ay ata, indi ki istəyirsən mən ərə gedim. Hə, Qoy onda öz istədiyim ərə gedim. get. Nə? Kimdir bunu sən deyil? Beni saldın aman derde, arşın babana. Beni saldın aman derde, arşın babana. Kalmadı hiç takat bende yanına. Kalmadı hiç takat bende yanına. Gece gündüz fikrim zikrim arşın babana. Gece gündüz fikrim zikrim arşın babana. Olabilmez özge fikrim yanına. Olabilmez özge fikrim yanına. Ay Sönhat, gözünüz aydın olsun. Sultan Bey'in kızı gelen birine aşık olup arşınmazca vallahi billahi çık ben Mən sana getsəm, bak. ancaq ona ərə gedəcəm. Doğrayarım seni vallahi billahi. Atam, vallahi öldür məni, canım qutarsın. Rəhd ol gözüm qabağımdan. Çık da. Gel iç. Buraya gel. Siz buraya gelin. Ben iç şu bir. Ya Allah. Deyin görün. Arşın malçı ha vaxt bize gelmişti. Ayağa, vallahi xəbərimiz yoxdur. Sizin haberiniz yoktu. Xəbərimiz. Nece? Sen haberin yok. Ay, vallahi xəbərim yox. Sen ben öldürmesen. Evet. Ay, vallahi xəbərim yoxdur. Buraya. Ay, Sen vallahi xəbərim yoxdur. Hadi git. Sen haberin. Sen. Bak sen. Yer görün çopa yok. Diyorum sana. Ya. Yok. Meseleyi bile koymayız. Süleyman'a zengiliyim. Haber gönderim. Geceyle gelip kızı kaçırsınlar. Ay kız! Kelli! Buradayam. Burada sus.
deyin ki, ağlı başına yıksın. Vallahi ve billahi, hamınızı çıktı. Hamınızı doğruyarım. Allah doğruyar. Bildiniz, ben tükenmese de deyim qaydıram. Mürked oğlumuzu mürked. Şimdi biz niye ki? Gülşöhre bir pazarın gerisinde ben de olubdur. Geç çağır onu bura. Gör sen Allah kızın cürətine bak Atasını açıp deyir ki, arşın malçı ben de olmuşam. Hicran derdi
evdən hara qaçar? Sən nə danışırsan? Bura kimin evidir? Bura mənim evimdir. Birazdan da olacaq bizim evimiz. Heç nə başa düşmürəm. Məni kim götürüb qaçıb? Təbii ki, mənim adamlarım. Bəs mənə bilmirdin? Atam verdiyi tacirin adamları məni götürüb qaçıb. Əlbəttə elədir. Yenə heç nə başa düşmədim. Allah eşqinə, məni bir başa sal görüm, bu nə işdir? Bax, Gülçöhrə, sənə aşiq olan Arşın Malçı da mənəm. Atanın səni ərə vermək istədiyi o tacir oğlanda. Heç nə başa Yenə başa düşmədim. Gəl gedək və əvvəl səni xalayla tanış eləyim. Sonra bütün... Ana, sağ olun, sağ olun. Belə aləmdə bir haqlı deyər. Qızı gedib özünü intiharsa deyər, işə düşərəm. Bu ne iş mən düşdüm. Ama kim var orada? Kim var? Sultan Bey, sən bizə xoş gəlmişsən. Hoş vermişik. Hoş vermişik. Diyecek görüm sen əskər beysən yoksa... Mən Hacı Mürsəloğlu əskərəm. Sənətimdə tacirlik. Şimdi neyse lanet şeytana. Bir Arşın Malçı vardı. Sen onu oxşatdın. Lanet şeytana. Hansı Arşın Malçı? O Arşın Malçı ki, sən də istədin onun xalasını alasan. Ya. O da əvəzində qızı istədi. Sən də acıqlanıb qovdun. Həmin Arşın Malçı deyil. Sen bunları hardan bilirsən? Az Sultan Bey, əgər doğrusunu bilmək istəyirsənsə, həmin adam mən özümdür. Bunları elədim ki, qızı görüm, sonra alım. İnanmırsan, qızından sonra. Hani ya? Gülçöhrə. Ha, sen ne kelek bazıymışsın. Sen gel. Bax, ata, həm sən deyən oldu, həm də mən deyən. Xeyr, hələlik sən deyən olub. Mən deyən olmayıb. Yaxşı, keç içəri. Bura bax. Keç. Sənin bir xalan vardı ya. Hə. Bir dulab. Durur. Bəli, öz yerindədir, xalamdır, bəli. O vaxt mən özümü doktor müzeysiyinə göstərəmdə mənə dedi ki, gərək evlərəsəm. Gəlir ki, xalova da baxsa, deyər ki, ərə getsin. Ola bilər, ola bilər. Hani o? Bu dəqiqə. Gülçöhrə gələndə xalanı da gətir özündən. Əşi. İndi Az Sultan Bey, sən gördün ki, iki başlı qohum olmaq nə gözəl, Gördüm. nə maraqlı, Nə kərək. nə ləzzətli bir işmiş. Gəl, gəl. Gəl görüm. Sultan bəyə xoş gəlmisən. Çox sağ ol. İndi nə deyirsən? Razısan? Allah xeyir versin. Allah xoşbəxt eləsin. Geç görüm. Ya Allah. Vallahi ve billahi elə bir ki 15 yaşında olaram. Çıktı. Gözünüz aydın. Çıkı be. Gözünüz aydın. Selamun aleyküm. Deyirəm, selamun aleyküm. Aleykümselam. Ya Allah. Ay Süleyman bəy, sənin bu dostun nə kələk bazıymış. Bəli, çox kələkbazdır. Bilmirəm bunları kimdən öyrənib. Ay Süleyman, güya bunların hamısını sən mənə bir öyrətmədin. Əşki, sən bunları hardan kişiləşib tapmışsan? Bəy, inan bunların hamısını öz başımdan çıxardıram. Həri, doğrudan ha? Sənin başıma quzu kesin mən. Yaxşı, Hə, bir çöhrə budur. yox, Bəli, budur. Bəs axı mən gördüyüm qız buna oxşamır. sən gördüyün Asyadır. Deyil gəldi, qardaşım qızı. Yaxşı, bəs belə olan bir halda mən niyə subay qalmalıyım? Verin, mən də evlənim də. Doğru sözündür. Lap doğru sözümdür. Estağfurullah. De görüm, bu kızı almaya razısan. Əlbəttə. Sen de görüm. Gedərəm. Bu öldü ki, ne istedi bu? Gel görüm. Az Sultan Bey, nə istəyəcək o? Bəli, Görür ki, Gülçöhrəni mənə verdin. Allah xoşbəxt. Asyanı Süleymana verdin. Xoşbəxt olsun. Xalanı özün alıb xoşbəxt Xoşbəxt edirsən. olub o. Tellini də ver bizim nökərə. Qoy onlar da xoşbəxt olsun. De görüm bura. De görüm. Bu kızı alarsa, Ay ağa, siz buyurandan sonra mən bekarəyəm ki, əlbəttə alaram. sen de görüm.
Buna ərə gedərsən? Hə, gedərəm. Əşi, Allah mübarək eləsin. Sonda toyu havaxt edirik. Elə bu gün. Allah mübarək eləsin, Allah mübarək eləsin.